Bir dənə kişi Moskvaya getmək üçün bir dənə qatara bilet alır. Görür ki, vaqon presli, bir dənə boş kupe, bir dənə boş yeri yoxdur. Nə varsın, neynəsin, yaxın məsafədə deyil, 3-4 gün yol gedəcək. Qayıdır yalandan özündən taktik uydurur ki, başlayır qatarın içində o tərəfə, bu tərəfə gəlib gəlmək ki, tapacam səni, tutacam səni, xeyri yox deyil, hara gedəsən, buralardasan zat. Axırda kupelerin birindən bir nəfər tutacaq, qardaş, sən bəlkə bir 10 dəfə vaqonu gedib gəlmirsən, elə deyirsən, tapacam, tutacam, sən nə itirmirsən, nə axtarırsan, deyirəm, bəlkə sənə kömək elədik, deyəndə qayıdır ki, qardaş, bəs torbada kobra aparırdım, pay aparırdım, kobra açıldı elə, buralarda axtarıram, onu səhərdən tapamıram, deyəndə vaqon bir dəqiqənin içində boşalır, bir innicinli qalmır vaqonda. Kişi gedir, uzanır rahat kupelerin birinə, deyir, nə yaxşı ağlıma gəldi, bu taktika. Nəsə yatır, səhər açılır, provodnik qapıları açır belə kupelerin. Bunun kupesinin qapısına açanda qayıdır ki, qardaş, bəs çox var, Moskvaya çatmırıq. Dünəndə provodnik deyir, nə Moskva? Dünən hansısa axmağın biri vaqonda kobra açıb bıraxıb. Hə, vaqonu açıblar, qalmışıq burada. Qatar gedibdir.